Salam, sabahınız xeyir olsun. 12 may 2026-cı il tarixidir. Yaz fəslinin 54-cü günü, Zülqədə ayının 25-ci günü, həftənin isə ikinci çərşənbə axşamı günüdür. Və bu günlərim işi arxasıca gedən, eləcə də işləri ilə məşğul olan iş yerlərində, ofislərində, evlərində, evdarlıqları ilə, ev işləri ilə məşğul olan hər bir şəxsə can sağlığım, iş avatlı, bol ruzili, bərəkətli bir gözəl gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 12 may günündə artıq ibtidai siniflərdə dərsə başladı və onlara bu tətildən qayıdıb, yəni bir-iki günlük tətilləri oldu ki, ondan qayıdaraq gözəl, rahat şəkildə dərslərini davam etməyə, tədrislərini davam etməyə arzulayıram. Bununla yanaşı 12 may günündə digər təhsili ilə məşğul olan məktəblərdir, orta ixtisas, ali məktəb tələbələridir və digər təhsili ilə məşğul olan şəxslərə can sağlığı, zehni açıqlığı, yol açıqlığı, iş abadlığı arzu edirəm. Hər birinə qarşılarına qoyduqları məqsədlərə, arzulara çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 12 may günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlarına səbir diləyirəm. 12 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, şəhid ailələri ilə yanaşı, eləcə də əskər ailələridir. Sonra Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlığı, bu günü gözəl, xoş xəbərlə, sülh yolu ilə keçirmələrini arzu edirəm. 12 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 12 may günündə də tarixi günlər vardır. Ən əhəmiyyətli tarixi günlərimizdən biri Azərbaycan üçün önəmli olan, yəni Heydər Əlizoğlu Əliyev bildiyimiz kimi Azərbaycan xalqı üçün böyük xidmətlər göstərmişdi. Bu xidmətlərdən də biri 12 may 1994-cü ildə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında atəşkəs rejiminin imzalandığı gündür. Və Allahdan Heydər Əlizoğlu Əliyevə təkrar olaraq qəni-qəni rəhmət diləyirəm. 12 may günündə 1364-cü ildə Krakovda Yagellon Universitetinin yaradılması haqqında qərar qəbul edildiyi gündür. 12 may 1830-cu ildə Ekvador Respublikasının yaradıldığı gündür. 12 may 1873-cü ildə 2-ci Oskarın İsveç kralı olduğu gündür. 12 may 1920-ci ildə 11-ci Qızıl Ordunun Şuşaya daxil olduğu gündür. 12 may 1949-cu ildə SSR Berlinin blokadasını dayandırdığı gündür. 12 may 1961-ci ildə İngiltərədə seçki hüququ üçün yaş artıq 21 yaşdan 19 yaşa endirildiyi gündür. Bununla yanaşı 12 may 2008-ci ildə Çinin Sichuan əyalətində baş vermiş zəlzələ nəticəsində rəsmi məlumata görə 87.587 nəfərin həlak olduğu, 18.392 nəfərin itkin düşdüyü, eləcə də demək 374.643 nəfərin isə xəsarət aldığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.